Quran-ı Kərimi açanda, oxuyanda Bəqərə surəsində ayət gəlir. O ayətin əmr ayəsi birinci nə gəlir? Allaha ibadət eləyin. Allaha ibadət edin. Və insanlar Allaha ibadət edin. Allaha ibadət də İbn Abbas radiyallahu anhu bir təfsirçi, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni onun üçün dua edib, Allahım ona təvili öyrət, təfsir öyrət. Yəni ümmətin təfsirçisidir. Quranı ən gözəl biləndir. Nə deyir? Deyir, harada ki Allah Teala deyir, ibadət eləyin mənə. Bilin ki, orada tövhid var. Yəni təkləşdirin məni ibadətdə. Yalnız mənə ibadət eləyin. Yəni birinci əmr, əsas məsələ nədir? Tövhiddir. La ilahə illallah kəlməsi. Yəni Allah subhanahu wa ta'ala əsas bizdən tələbi nədir? Ona ibadət edilsin və ona heç bir şey şərik qoşulmasın. Yəni birinci tövhiddir. Və öyrənəcəyimiz məsələ də ən əsası nədir? Əsasların əsası nədir? Tövhiddir. Çünki tövhid olmazsa sənin ibadətlərin sənə fayda verməyəcək. İnsan ola bilər 50 il, 60 il, 70 il namaz qılsın, oruç tutsun, amma Allaha şərik qoşarsa nədir? Onun bütün əməlləri puç olur. Hətta Peyğəmbərinə Allah Teala buyurur ki, "La in əşrakte la yahbatanna amaluk." Sən şərik qoşsan, əgər əməlin batil olar və qiyamət günü nədir? Ziyana uğrayanlardan olarsan. Hətta Peyğəmbərinə güzəşt yoxdur.